Salam əziz abituriyentlər. Bizim bugünkü mövzumuz sifət olacaq. Sifət əsas nitq hissələrindən biridir və əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə, nə cür və hansı suallarından birinə cavab verir. Məsələn, gözəl qız, çalışqan şagird, yağlı xörək və s. Sifətin mənaca 6 növü vardır. Sifətin mənaca növləri bunlardır. Rəng bildirən sifətlər, dad bildirən sifətlər, həbsin bildirən sifətlər, keyfiyyət bildirən sifətlər, forma bildirən sifətlər və görkəm bildirən sifətlər. Sifətin mənaca birinci növ olan rəng bildirən sifətlərdə əşyanın rəngi ifadə olunur. Ağ, sarı, qırmızı rəng bildirən sifətlərə misal ola bilər. Dad bildirən sifətlərə misal olaraq biz şirin, acı, turş və s. sifətləri misal göstərə bilərik. Həbsin bildirən sifətlərə misal olaraq böyük, kiçik, enli sifətləri göstərmək olur. Keyfiyyət bildirən sifətlər qismində çalışqan, tənbəl və s. sifətləri göstərmək olur. Əyri, uzun, dairəli sifətlər isə forma bildirən sifətlər adlanır. Yaraşıqlı, gözəl, çirkin sifətlər isə zahiri görkəm mənasını daşıyır. Sifətin mənaca növlərindən başqa onun quruluqca növləri var. Ənənəvi olaraq bütün əsas nitq hissələri kimi sifətin də quruluqca 3 növ var. Sadə, düzəltmə və mürəkkəb. Birinci sadə sifətlər haqqında məlumat verək. Sadə sifətlər bir kökdən və ya bir kök və qrammatik şəkilli sistemindən ibarət olan sifətlər. Sadə sifətlərə misal olaraq gözəl, yaxşı, pis, tənbəl, sarı, qırmızı sifətlərini göstərmək olur. Düzəltmə sifətlər bir kök və leksik şəkilçinin birləşməsi ilə əmələ gəlir. Yəni, bir kök üstəgəl leksik şəkilçi sistemindən malik olur. Düzəltmə sifətlərə misal olaraq biz yağlı, duzlu, çalışqan, heyrətamiz və s. sifətləri göstərə bilir. Mürəkkəb sifətlər isə sifətin quruluqca üçlüdür və iki sözün birləşməsindən əmələ gəlmiş sifətlərdir. Mürəkkəb sifətlərə misal olaraq ağ saçlı, uca boy, hündür boy, şirin dil, ac göz, gözü top və s. sifətləri göstərmək olur. Sifətin quruluqca ikinci növ olan düzəltmə sifətlər əmələ gəlməsinə görə iki yerə bölünür. Adlardan sifət düzələn sözlər və feillərdən düzələn sifətlər. Eyni zamanda düzəltmə sifətləri əmələ gətirən şəkilçilərdə biz müvafiq olaraq iki yerə bölünür. Adlardan sifət düzələn leksik şəkilçilər və feillərdən sifət düzələn leksik şəkilçilər. Adlardan sifət düzələn leksik şəkilçilər bunlardır. İlk olaraq l-4 şəkilçisini misal verir. Bu, adlara, yəni feildən başqa digər əsas nitq hissələrinə qoşularaq sifət əmələ gətirir. Məsələn, yağlı, duzlu, dadlı. L-4 şəkilçisi növbəti adlardan sifət düzələn şəkilçisidir və bu şəkilçisi də adlara qoşularaq sifət əmələ gətirir. Məsələn, yaxsız, dadsız, maraqsız. L-4 şəkilçisi mənaca L-4 şəkilçisinin əksidir, yəni antonimidir. C-4 şəkilçisi adlardan sifət düzəldən növbəti bir şəkilçidir. Məsələn, zarafatçı, işçi, söhbətçi və s. misallar deməkdir. D-2 şəkilçisi adlardan sifət düzəldən şəkilçilərdəndir və xüsusilə isimlərdən və zərflərdən daha çox sifət əmələ gəlir. Məsələn, irəlidəki, geridəki, oradakı, buradakı, evdəki, bağdakı və s. Ö-4 şəkilçisi adlardan sifət düzəldən şəkilçilərdən biri olmaq etibarilə deməli, 4 variantlı bir şəkilçidir. Məsələn, misal olaraq badamı göz, armudu stəkan tipli misallar demək olar. L-4 şəkilçisi də adlardan sifət düzəldən şəkilçilərdəndir və misal olaraq donluq parça, ətlik mal, südlük, inək və s. misallar göstərməlidir. Q şəkilçiləri adlardan sifət düzəldən şəkilçilərdən sayılır və xüsusilə isimlərdən və zərflərdən daha çox sifət əmələ gətirir. Məsələn, dünənki, bugünkü, bugünkü və s. misallar demək olar. İri şəkilçisi bir variantlı alınma şəkilçidir və alınma sözlərə də qoşulur. Məsələn, ailəvi, dairəvi, kütləvi
tipli misalları, tarixi, inqilabi deməli sifətlərdə misal göstərmək olar. Təbii ki, bu şəkilçilər, sadaladığımız bu şəkilçilər adlardan sifət düzəldən məhsuldar şəkilçilərdir və əksəriyyəti milli şəkilçidir. Amma eyni zamanda adlardan sifət əmələ gətirən qeyri-məhsuldar və mənşəcə alınma olan şəkilçilər var. Həmin şəkilçilərə misal olaraq biz ilk növbədə pərəz şəkilçini misal deyə bilərik. Bu bir variantlı alınma şəkilçi adlardan sifət düzəldir. Məsələn, məqsədpərəz, millətpərəz və s. Pərvər şəkilçisi adlardan sifət düzəldən şəkilçilərdən sayılır və misal olaraq vətənpərvər, millətpərvər, xalqpərvər misallarının sözlərini demək olar. Kar şəkilçisi, yəni bu da alınma mənşəli şəkilçidir və mənası iş deməkdir. Sənət, məsələn, əyalətgah, deməli sözüdür, buna misal demək olar. Dar şəkilçisi, bu da alınma mənşəli şəkilçidir və misal olaraq məhsuldar, əməkdar sözlərinin sifətlərini göstərmək olur. Xor, alınma şəkilçilərdən sayılır və adlardan sifət düzəldir. Məsələn, rüşvətxor, müftəxor. Amil şəkilçisi, bu da həmin cəddiyyədə olan sifətlərdəndir və misal olaraq heyrətamiz, hikmətamiz, nəsihətamiz sifətlərini göstərmək olar. Eyni zamanda sifət düzəldən, adlardan sifət düzəldən ön şəkilçilər, alınma mənşəli ön şəkilçilər də var. Bi, ba, la, na, co, a, an şəkilçilərini buna misal göstərmək olur. Məsələn, bir şəkilçidən misal olaraq biz, sabah sifətli misal göstərə bilərik. Ba şəkilçidən düzələn sifətlərə misal olaraq ba-məzə, ba-səfa. La şəkilçisi, ön şəkilçisi vasitəsilə düzələn sifətlərə misal olaraq la məkan. Na ön şəkilçisi vasitəsilə əmələ gələn sifətlərə misal olaraq biz namərd, namərd, nadis, nakişi tipli sözləri. Co şəkilçisi ilə comərd, A şəkilçisi ilə anormal, an şəkilçisi vasitəsilə isə antihumanist, antifaşist sifətlərini misal göstərə bilər. Bütün bunlar adlardan sifət düzəldən şəkilçilər. Eyni zamanda feillərdən sifət düzəldən şəkilçilər də mövcuddur və bu düzəldən sifətlərin ikinci qrupunu təşkil edir. Feillərdən sifət düzəldən şəkilçilər qismində ilk olaraq ağan əylən şəkilçisini misal göstərə bilərik. Ağan əylən şəkilçisi ilə düzələn sifətləri misal olaraq biz ağlaqan, qaçaqan, yataqan sözləri deyə bilərik. Sair ilə bitən sözləri qoşularkən ağan əyə şəkilçisinin qan versiyasından da istifadə olunur. Qan kən şəkilçisi feillərdən sifət düzəldən növbəti bir şəkilçisidir və misal olaraq çalışqan, dalaşqan sözlərini göstərə bilərik. Eyni zamanda bəzən onun kən versiyası, gən versiyasına keçir. Bu deyingən sözünü, bax bu nümunəyə misal deyə bilərik. Qın, gin, qun, gün və bəzən qın, gin, qun, gün variantlarında feillərdən sifət düzəldən şəkilçisi var. Məsələn, misal olaraq biz satqın, düşmən, ötkün, söz, küskün, baxışlar tipli misallar deyə bilərik. Ilçı üstüdür şəkilçisi, bu da feillərdən sifət düzəldir. Məsələn, kəsici, alət, deşici, qorxu, öldürücü, zərbə və s. Ünc şəkilçisi, bu iki variantlı feildən düzələn sifətlər, feildən sifət düzəldən şəkilçilərə misal olaraq biz qorxunc, gülünc sözlərini deyə bilərik. Üstüdür şəkilçisi, feillərdən sifət düzəldən növbəti bir şəkilçidir və misal olaraq qırıq, əzik, yanıq və s. sözləri deyə bilərik. Ağ əl şəkilçisi vasitəsilə düzələn sifətlərə misal olaraq qorxaq, ürkək və onun qısa versiyası olan qır, iki şəkilçisi son sahədə bitən sözlərə artırılır və həmin sözə misal olaraq titrək sözünü göstərə bilər. Caq şəkilçisi, bu da feillərdən sifət düzəldən şəkilçilərdəndir və utancaq, sevincək sifətlərini misal göstərmək olur. Mamə şəkilçisi vasitəsilə düzələn sifətlərə misal olaraq biz burma, saç, hörmə, corab, döymə, kabab, alınma söz və s. birləşmələrindəki birinci tərəfləri göstərə bilir. Ar əl şəkilçisi vasitəsilə feillərdən sifət düzələ bilər. Məsələn, axar sözü, axar su, qaynamaq sözündən qaynar su. Yəni, orada ar əl şəkilçisinin qısa versiyası olan r şəkilçisindən istifadə olur, çünki söz sahiblə bitirdir. Eyni zamanda, məz şəkilçisi vasitəsilə feillərdən sifət düzəlir. Misal olaraq biz unutulmaz gün, alınmaz qala, solmaz çiçək, qanmaz insan kimi deməli misallar deyə bilərik. Və sonuncu deyək ki, feillərdən sifət düzəldən şəkilçilərdə misal olaraq c şəkilçisini, məsələn, iyrənməkdən iyrənc və qısqanmaq feilindən qısqanc sifətlərinin düzəlməsini misal göstərə bilərik. Sifətin quruluş üçüncü növü isə
sifətlərdir. Mürəkkəb sifətlərin müxtəlif əmələ gəlmə yolları var. Əsasən, deməli, Azərbaycan dili vəsaitində, Tələbə Qəbul Dövlət Komissiyasının vəsaitində bunun 10 əmələ gəlmə yolu göstərir. Birinci yolu iki sadə sözün birləşməsiyle, məsələn, ağız, göz, şirindir sifətlərini buna misal edilir. Biri sadə, digəri düzəltmə sözün birləşməsiyle, məsələn, uca boylu, hündür boylu, ağ saçlı, indi kürək və s. misallar demək olur. Hər iki tərəfdə düzəltmə olan sözlərin birləşməsinə əmələ gəlmiş. Mürəkkəb sifətlərin əmələ gəlmə yolları üçüncü deməli üsuluna aiddir. Misal olaraq biz indi kürəkli, soyuqqanlı deməli sifətlərini göstərə bilərik. Mənsubiyyət şəkilli sözlərlə əmələ gələn mürəkkəb sifətlərə misal olaraq biz boynu bükük, ürəyi açıq, qəlbi qara və s. misallar deyə bilərik. İki, eyni sifətin təkrarı ilə əmələ gəlmiş mürəkkəb sifətlər. Məsələn, şirin-şirin, dadlı-dadlı və s.